Bugün uşaqlar sizlə keçirik mürəkkəb adları. Amma mən başa düşürəm ki, mürəkkəb adlarda şagirdlərimizin əksəriyyəti çətinlik çəkirlər. Əslində mürəkkəb ad biraz çox qarmaqarışıq kimi gəlir, amma elə deyil. Yəni bu gün sizlə də həmin asan üsulu paylaşacağıq ki, yəni necə yadda saxlayaq, mürəkkəb adları beynimizdə necə sistemləşdirək. Bu gün biz mürəkkəb adları sizlərlə sistemli şəkildə öyrənəcəyik. Yəni narahat olmayın. İnanın ki, bunun sizin üçün çox faydası olacaq. Yəni biz şagirdlərimizlə də belə öyrənirik, sistemli şəkildə öyrənirik ki, yadımızda qalsın. Əslində yenə elə şagirdlərimiz var ki, öyrənəndə çətinlik çəkmirlər. Yəni bu üsul çətinlik çəkən şagirdlərimiz üçündür. Üsulumuza keçməmişdən əvvəl mürəkkəb adla mürəkkəb sözü fərqləndirək. Elə çətinlik çəkdiyimiz məqamlardan da biri də budur ki, məqamlardan biri. Mürəkkəb adla mürəkkəb sözü şagirdlərimiz yəni fərqləndirə bilmirlər. Uşaqlar, mürəkkəb sözlər isimdir, sifətdir, saydır. Var sözün quruluşca növləri. Sadə, düzəltmə, mürəkkəb. Baxın, mürəkkəb söz odur ki, mürəkkəb söz iki və daha artıq söz birləşir. Məsələn, dəvə sözü ilə dabanı sözü birləşir. Gördüyünüz kimi elə deyil. İki dənə söz birləşdi və bu birlikdə dəvə dabanı nə? Bir mürəkkəb isim oldu. Yəni bu oldu bir söz. İki dənə sözümüz birləşdi. Bir nitq hissəsi oldu da, daha doğrusu dəvə dabanı. Bu mürəkkəb sözdür. Meşəbəyi, meşə ilə bəy sözü birləşdi, mürəkkəb söz oldu. Baxın, ad demirik, söz deyirik. Kömək etmək, mürəkkəb sözdür. Amma bir söz hesab edilir. Küsüb barışmaq mürəkkəbdir, açıq qəlbli mürəkkəbdir. Deməli, mürəkkəb sözlərimiz, baxmayaraq ki, bunlar iki dənə sözün birləşməsindən yaranıbdır. Bitişik yazılanı da var, ayrı yazılanı da var, defislə yazılanı da var. Bunlara biz deyirik mürəkkəb sözlər. Bəs mürəkkəb adı nədir? Yadınıza saxlayın uşaqlar. Mürəkkəb adına mürəkkəb söz, yenə deyirəm, eyni deyil. Mürəkkəb adda ən azı iki söz olmalıdır və bu iki söz ayrı yazılmalıdır. Baxın, deyəcəksiniz ki, mənim burada iki söz var da, dəvə daban, amma bu bitişik yazılıbdır. Deyəcəksiniz, axı, burada ayrı yazılıbdır. Buna biz niyə mürəkkəb ad demirik ki? Baxın, bu ikisi kömək ol, et, bil feillərini keçmişik. O video kanalda var, baxa bilərsiniz. Bu ikisi bir yerdə bir söz sayılır. Yəni bir nitq hissəsidir, bir sözdür. Küsüb barışmaq. Burada iki sözün olmasına baxmayaraq biz bunu bir nitq hissəsi kimi götürürük də. Yəni küsüb barışmağa biz iki dənə feil demirik, bir mürəkkəb feil deyirik. Küsüb barışmaq. Sonra açıq qəlbli. Baxın, iki sözün birləşməsinə baxmayaraq bu sifətdir. Daha sonra davam edirik. Deməli uşaqlar, bildik ki, mürəkkəb sözlər ən azı, deməli, mürəkkəb sözlər iki və daha artıq sözün birləşməsindən yaranır. Biz bunlara mürəkkəb söz deyirik. Necə ki, nitq hissələrində öyrənirdik. Yəni, bu kömək etməkdə bir sözdür, küsüb barışmaqda bir söz kimi götürürük. Amma biz bunlara mürəkkəb ad demirik. Dediyimiz kimi, bunlar bir söz sayılır. Baxmayaraq ki, iki kimi görürük bunları. Amma mürəkkəb adlar elə söz birləşməsi deməkdir. Yadınıza saxlayın, söz birləşmələrini keçmişdi bundan əvvəlki dərsdə. Mürəkkəb adlarda söz birləşməsi. Siz mürəkkəb adlara söz birləşməsi deyə bilərsiniz. Amma mürəkkəb sözlərə söz birləşməsi deyə bilməzsiniz. Bunu yadınızda saxlayın. Qeyd etdiyimiz kimi mürəkkəb adlar ən azı iki sözdən ibarət olmalıdır. Baxın, Nizami Gəncəvi. Biz buna mürəkkəb ad deyirik. Xəzər dənizi mürəkkəb addır. Ana faciəsi mürəkkəb addır. Mürəkkəb adlar, elə mürəkkəb adlarımız var ki, bütün sözləri böyük yazılır. Elə mürəkkəb adımız var ki, ilk sözün birinci hərfi böyüklə yazılır. Hətta elə mürəkkəb sözlərimiz var ki, həm ilk sözün birinci hərfi böyüklə yazılır, həm də dırnaqda verilir. İndi bunları gedişatda öyrənəcək. Deməli, biz əsas nəyi başa düşməliyik burada? Mürəkkəb sözlə mürəkkəb ad eyni anlayış deyil. Mürəkkəb ad ən az iki sözdən ibarət olmalıdır və ayrı-ayrı yazılmalıdır. Mürəkkəb və söz birləşməsidir. Mürəkkəb sözdə də iki dənə söz var, amma bu ayrı deyil, bitişikdir. Bunlar bu ayrı olmasına baxmayaraq bir söz sayılır. Burada da defis olmasına baxmayaraq, bu da bir nitq hissəsi kimi, bir söz kimi sayırıq və bunlar mürəkkəb sözlərdir. Yəni ki, uşaqlar, nitq hissələrinin quruluşca növlərini öyrənirdik. Sadə, düzəltmə, mürəkkəb. Nitq hissələrində öyrəndiyimiz mürəkkəb sözlərə biz mürəkkəb ad deyə bilmərik. Onlar mürəkkəb sözlərdir. Amma mürəkkəb adları biz bugün öyrənəcəyik. Yəni, burada ən çox çətinlik çəkdiyiniz məqam budur ki, burada da iki söz görürsünüz. Ona görə biz bu mürəkkəb ad deyirsiniz siz buna. Burada səhv edirsiniz. İnşallah bu hissədə, yəni belə geniş açıqlama verdim. İnşallah buranı başa düşərsiniz.
Mürəkkəb adları dedik ki, baxın, mürəkkəb adlarını dedim ki sizə. Allahın köməyi ilə bugün çox asan çalışacağıq ki, yəni asan üsulla öyrənək. Nə mənada asan üsul? Baxın uşaqlar, burada bir dənə belə bir qrafik görürsüz, elə deyil. Mürəkkəb adlar belə deyəcəksiniz ki, müəllimə, belə bir qrafik kitabda yoxdur. Bəli, yoxdur. Ümumiyyətlə bunu biz yadda saxlamaq üçün şərti formada bölmüşük. Yəni bu rəsmi deyil. Heç vaxt sizdə nə qayda kitablarında, nə imtahanlarda, nə qayda kitablarında görəsiniz belə, nə də imtahanlarda sizə deyəsiniz ki, mürəkkəb adlar neçə yerə bölünür. Biz bunu sizə çətinlik olsun deyə eləməmişik. Sadəcə olaraq şagirdlərə necə keçiriksə, düşündüm ki, ola bilsin sizin üçün də biraz çətin gələr, çətin götürən şagirdlərimiz var. Onlar üçün asan da olsun deyə bunu belə sxem şəkildə çəkdim ki, sizin də yadınızda qalsın. Uşaqlar, biz necə öyrənirik? Yenə də deyirəm, baxın, bu qayda deyil ha. Yəni qayda olaraq mürəkkəb adları belə bölmürlər. Yəni fənlərə belə bölmürlər. Asan yadda qalsın deyə özümüzdən yadda saxlamağın bir yoludur. Yəni bu qayda kitabında, imtahanlarda sizə belə düşəsi deyil. Sadəcə olaraq bu yadda saxlamağın bir üsuludur ki, bizə bu hissə. Bu hissəni yəni özümüzdən belə sxemlərlə çəkmişik ki, yadımızda qalsın. İnşallah sizin üçün də faydalı olar. Baxın, biz asan yadda saxlamaq üçün nə etmişik uşaqlar? Mürəkkəb adları bölmüşük 3 hissəyə öz düşüncəmizdə. Dövlətə aid mürəkkəb adlar, yəni dövlət sahəsi ilə bağlı olan mürəkkəb adlar, fənlərə aid olan mürəkkəb adlar, təhsilə aid olan mürəkkəb adlar. 3 sahəyə böldük. Fənlərdə burada biz hansı fənlərdə daha çox rast gəlirik? Azərbaycan dili ədəbiyyatdan, tarixdən, bir də coğrafiyadan. Mürəkkəb sözlər qabağımıza çıxacaq. Oldu. Yenə də deyirəm, bu qayda deyil. Bunu bir qayda kimi öyrənməyin, yadınıza saxlamayın. Bu sadəcə olaraq özümüzün yadımıza qalsın deyə, şagirdlərə asan olsun deyə bir üsuldur. Yəni bizə bu hissəni deyirəm. Qalan hamısı qayda olaraq, kitab olaraq, yəni kitabımızda olduğu kimi qeyd eləmişik. Amma bu hissəni özümüz asan yadda saxlayaq deyə, baxın bu hissəni belə fərqləndirmişik ki, inşallah sizin üçün də ipucu olar. Dedik ki, fənlərə aid olan mürəkkəb adları 3 yerə bölmüşük ki, biz hansı fənlərdə, burada hansı mürəkkəb sözlər hansı fənlərdə daha çox qabağımıza çıxır, ona görə bölmüşük ki, məsələn, Azərbaycan ədəbiyyata aid çıxanlar var, tarixə aid və coğrafiyaya aid çıxanlar var. İndi gəlin bunların üstündə mürəkkəb adları öyrənək. Deməli uşaqlar, Azərbaycan dili və ədəbiyyata aid mürəkkəb adlar, baxın bunları yenə deyirəm, bu hissələri özümüzdən sistemləşdirmişik də, sizin üçün asan da olsun deyə. Sizin burada qabağınıza çıxacaq ləqəb, titul, təxəllüs. Baxın bunları yazmışam açıqlamasını. Bunları siz ekranı skrin elib saxlaya da bilərsiniz özünüzə. Yəni ləqəb nə deməkdir, titul nə deməkdir, təxəllüs nə deməkdir. Bu hissəni belə götürə bilərsiniz açıqlaması ilə. Bunlar qabağımıza çıxacaq. Deməli, ad, soyad, təxəllüs, ləqəb. Bu sözlər sizin qabağınıza çıxarsa, bilin ki, bu sözlərdə bütün belə deməli ilk hərflər böyük yazılmalıdır. Bütün sözlərin ilk hərfi böyüklə yazılır. Məsələn, ədəbiyyata aid baxın adlarımız dilə də aiddir. Məsələn, Məhəmməd Füzuli, Əhməd Cavad, Xan qızı Natəvan, Üzeyir bəy Hacıbəyli. Deyəcəksiniz ki, müəllimə, bəs burada qızı ilə bəyi niyə kiçik yazdınız? Uşaqlar, bunlar köməkçi vasitələrdir, yəni yardımcı vasitələrdir. Qızı sözüdür, bəy sözüdür, oğlu sözüdür. Baxın, adın, soyadın yəni ortasında bunlar sizin qabağınıza çıxsa, bilin ki, bunlar kiçiklə yazarsınız. Bundan başqa bütün ad, soyad bildirənlərin hamısını böyüklə yazacaqsınız. Məsələn, bundan başqa sizin qabağınıza çıxa bilər Mirzədir, Hacıdır, Şeyxdir, Şahdır, Bəyimdir, Ağadır, Bəydir və s. kimi bu sözlər qabağınıza çıxa bilər. Bu sözlər böyük də yazıla bilər, kiçik də yazıla bilər. Əgər əvvəldə gəlirsə, böyüklə yazılacaq. Məsələn, Hacı Qara, Şah İsmail, Seyid Əzim və s. Gördünüz, böyüklə yazılıbdır birinci hərfləri. Amma sonra gələndə kiçiklə yazılır. Məsələn, Fətəli xan, Nəcəf bəy Vəzirov, Abbasqulu ağa Bakıxanov, Fətəli xan Xoyski və s. Gördünüz, burada Fətəli, Nəcəf, Abbasqulu sözündən sonra gələn xan bəy ağa sözləri kiçiklə yazılıbdır. Yəni bu sözlər yadınıza saxlayın. Qabağınıza çıxanda əvvəldə gələndə böyüklə yazırıq, sonra gələndə kiçik hərflə yazırıq. Mürəkkəb adlardır. Bunlar da mürəkkəb adlardır. Sonra bəzən uşaqlar bu mürəkkəb, yəni bu ağa, bəy, xan, xanım sözləri sizin qabağınıza mürəkkəb ad kimi çıxmaya da bilər. Nə zaman baş verir? Bayaqları, baxın uşaqlar, necə dedik? Gülxanım sözündə məsələ. Əgər bunlar mürəkkəb sözün tərkibində olsa, mürəkkəb sözün, söz deyirəm, ad demirəm. Baxın, güllə xanım sözü birləşibdir. Artıq burada mürəkkəb ad olmur. Bu mürəkkəb sözdür. Bəy sözü, əli ilə bəy sözü birləşibdir. Artıq biz buna mürəkkəb ad demirik. Bu olur mürəkkəb söz.
Xan oğlan, xanla oğlan sözü birləşibdir və biz buna deyirik mürəkkəb söz. Bunlar mürəkkəb ad sayılmır. Çünki bir söz sayılır. İki dənə sözün birləşməsindən bir söz yaranıbdır. Amma mürəkkəb ad olması üçün ən azı 2 və daha artıq sözdən ibarət olmalıdır. Bu hissələr də yadınızda qalsın. Fəxri adların özək hissəsi. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə yazılır. Fəxri adlarımız nədir? Məsələn, əməkdar müəllim. Müəllimə verilən ad əməkdar adıdır elə. Əməkdar sözü böyüklə yazılır. Yəni ki, cümlənin ortasında belə əməkdar müəllim qabağınıza çıxsa, əməkdar sözü böyüklə yazılır, müəllim sözü kiçiklə. Xalq şairi. Məsələn, Səməd Vurğun xalq şairidir. Yazır Səməd Vurğun xalq şairidir. Həmin cümlənin ortasında xalq şairi gələndə xalq böyüklə yazılır, şair kiçiklə yazılır. Eyni zamanda əməkdar incəsənət xadimi. Əməkdar sözü böyüklə yazılır, incəsənət xadimi kiçiklə yazılır. Bir də burada belə bir sxem var uşaqlar. Bunu niyə əvvəldə vermədim ki, siz çaşbaş düşməyəsiniz. Deyirlər ki, bəzən şagirdlər belə bir sual verir ki, müəllimə, bəs sadə ad nədir? Baxın, artıq biz mürəkkəb adın nə olduğunu bildik, mürəkkəb sözün nə olduğunu bildik. Elə deyil. Sadə ad, baxın, əvvəlindən niyə belə başlamadım? Yenə də deyirəm, sadə ilə mürəkkəbi yaxşı başa düşəsiniz deyə, sizin üçün çaşbaş olmasında, yəni çaşmayasınız deyə. Adlar 2 yerə ayrılır. Sadə adlar, mürəkkəb adlar. Sadə adlar da 3 yerə ayrılır. Sadə ad, düzəltmə ad, mürəkkəb ad. Baxın, burada adlardan söhbət gedir, sözlərdən yox. Sadəcə olaraq adlar da, sadə adlar da, sadə, düzəltmə, mürəkkəb olur. Baxın, insan adı da elə Əli, sadədir. Əlizadə də insan adıdır. Düzəltmədir, düzəltməzadə şəkilçisi var, elə deyil. Amma düzəltmə olmasına baxmayaraq buna da sadə ad deyirik. Əli Yusif, Əli sözünlə Yusif sözü birləşib, elə deyil uşaqlar. İnsan adından söhbət gedir. Ha, bax, bəs deyərsiniz ki, müəllimə, bəs dəvə-dabanıya biz niyə sadə ad demədik? O da mürəkkəb sözdür. Dəvə-dabanı insan adı deyil. Əli Yusif insan adıdır, elə uşaqlar, Əli Yusif. İki sözün birləşməsindən yaranıbdır. Mürəkkəb sözdür və sadə ada aiddir. Və biz bunları köçə şəkilçiyə ayırmırıq. Bu adı kök leksik deyə ayırmırıq. Əli Yusif bunları kök deyə ayırmırıq. Başa düşdünüz? Mürəkkəb adlardakı öyrənirik və bildik ki, mürəkkəb adlar nədir? Deməli, adlar, söhbət adlar deyəndə 2 yerə ayrılır da. Sadə adlar, mürəkkəb adlar. Mürəkkəb adları öyrənirik. Bildik ki, sadə adlar da, baxın sözlər demirəm, sadə adlar 3 yerə ayrılır. Onların da quruluşuna görə sadə, düzəltmə, mürəkkəb. İnsan adından söhbət gedir. Baxın, burada deyirəm, qeyd eləmişəm, adlardan söhbət gedir. Əli sadədir, Əlizadə düzəltmədir, Əli Yusif mürəkkəbdir. Amma biz bunlara deyirik sadə ad. Yadınıza saxlayın, oldu uşaqlar? Yəni, bunlar sadə adlar sayılır. Ümid edirəm ki, bu hissədə çətin. Əslində, bu hissə elə düşmür, sadə ad sizdən soruşmurlar. Sadəcə olaraq, yəni, izah elədim ki, yəni, bayaq izah elədim dəvə-dabanı mürəkkəb sözlə mürəkkəb adın fərqləndirilməsinə aid idi. Burada da adla qeyd eləmişəm ki, səhv salmayasınız.